Şəfalı Həyat, Coffee and Healthy Food'un baş sponsorluğu, həkim-stomatoloq Məmməd Əsədovun xüsusi sponsorluğu, Rabitəli Nitq Reabilitasiya Mərkəzinin sponsorluğu ilə başladı. Salam mənim əzizlərim, xoş gördük. Yenə də hər bazar günü olduğu kimi Şəfalı Həyat sizinlədir. Və mən sizin həkim diyetoloq Şəfa Yadigarova bugün də sizinləyəm. Və bugün studiyamızın hər zaman olduğu kimi qonaqları var. Təbii ki, qonaqlar hər zaman bizdə özəldir və fərqlidir. Və buna görə də elə verilişimiz Şəfalı Həyat adlanır. Çünki kim bizə baxır, burada şəfasını tapır. İstəyər mənim reseptlərimlə, istəyər gözəl ifalarımızla, istəyər mütəxəssislərimizin faydalı məsləhətlərindən odur ki, diqqətiniz məndə olsun, Şəfalı Həyatı izləməkdə olun. Bugün studiyamızın qonağı həkim, stomatoloq, implantoloq Məmməd Əsədovdur. Buyurun Məmməd doktor. Xoş gördük. Necəsiz? Çox sağ olun, təşəkkür edirəm. Gözəl təbəssümümə görə, gözəl dişlərimə görə sizə hər zaman təşəkkür edirəm. Düşünürəm ki, bu dəqiqə bizə baxan bütün o xanımlar illərdir arzu edirlər. Məhz elə 2026-cı ildə qərar verib gələcəklə sizə müraciət edəcəklər ki, onların da təbəssümləri elə gözəl olsun. Qapılarımız açıqdır, necə deyirlər. Çox sağ olun, uğurlar sizə də. Buyurun, əyləşin. İstəyirəm digər qonağımızı təqdim edim, çünki dəfələrlə studiyamızın qonağı olub və mükəmməl nəticələri hətta efirimizdə də paylaşmışıq. Bugün studiyamızın qonağı defektoloq, loqoped İlahi xanım Rzaxanovadır. Xoş gördük İlahi xanım. Xoş gördük. Necəsiz? Sizə də bu il arzulayıram bol-bol uğurlar. Onu da nəzərinizə çatdırım ki, əziz izləyicilər, mənim Instagramım dayanmır. Mənə zənglər gəlir ki, İlahi xanım nəticələri doğrudan da bu qədər mükəmməldir. Bəli, mənim əzizlərim, hətta 19 ildən sonra ümumiyyətlə danışmayan bir uşağı da danışdıran elə o mükəmməl, möhtəşəm həkimimiz İlahi xanım bugün, Rzaxanova bugün studiyamızın qonağıdır. Buyurun İlahi xanım, sizlə də birazdan müzakirə eləyəcəyik müəyyən mövzuları və təbii ki, əgər biz Şəfalı Həyatdayıqsa, mükəmməl və peşəkar mütəxəssislər, gözəl mətbəximizdə reseptlərim də olacaq, onu da vurğuluyuram və təbii ki, insan nədən zövq alır? Musiqidən. Bugün bizim musiqili hissəmiz kimə aid olacaq? Mənim əziz dostum, illərcə mənimlə bərabər olan və hətta neçə ildir mənim verilişimdə mütəmadi qonağım olan mənim əziz qardaşım İlqar Sadıqov bugün studiyamızın qonağıdır. Buyur İlqar, xoş gəlmisən. Yenə dəniz, tanış dəniz, dalğalarla tanış dəniz, sahil tanış, dalğa tanış, köçür bulud yağır yağış, sahil tanış, dalğa tanış, köçür bulud yağır yağış. Yenə dəniz, tanış dəniz, dalğalarla tanış dəniz. Yenə dəniz, tanış dəniz, dalğalarla tanış dəniz.
Tanış qonaq, baxma gündən, bəlkə küsüb dəniz səndən. Küsmüsənsə barış dəniz, tanış dalğa, danış dəniz. Yenə dəniz, tanış dəniz, dalğalarla danış dəniz. Yenə dəniz, tanış dəniz, dalğalarla danış dəniz. Sükut tanış, bulut tanış, yağır yağış tanış tanış. Sükut tanış, bulut tanış, yağır yağış tanış tanış. Bəlkə də bir xəyal imiş, mavi sular naxış naxış. Bəlkə də bir xəyal imiş, mavi sular naxış naxış. Mavi sular naxış naxış. Yenə dəniz, tanış dəniz, dalğalarla danış dəniz. Yenə dəniz, tanış dəniz, dalğalarla danış dəniz. Yenə dəniz. İlqar, təşəkkür edirəm. Buyur, əyləş elə. Maşallah, çox gözəl səsin var. Səsində klassikanı da çox gözəl ifa edirsən. Eyni zamanda ritmik musiqiləri də çox gözəl ifa edirsən. Yeni projelerin nədir bu? 2026-da səni hansı bir gözəl bir uğurlarla eşidəcəyik? Duetlərin, ya... Bəli, əlbəttə. Salamlayıram Şəfa xanım. İlk öncə bütün Ailə televiziyasının şəfalı həyatı izləyən və özlərini eyni çəkidə saxlayan bizim dəyərli izləyicilərimizi... Özün də maşallah formadasan. Bəli, özüm formadayım. İlqarı neçə ildir tanıyıram. İlqar dəyişmir. Çünki idmanla məşğulam, məşq edirəm. Yəni, sağlam həyat tərzi keçirməyə çalışıram. Yeniliklərə gəldikdə, bəli, artıq yeniliklərimiz var. Artıq 4 mahnı hazırdır. Bəli, bu yaxınlarda yeni klipimizi təqdim eləyəcək, yeni mahnımızla birlikdə. İlqar, sənə uğurlar arzu edirəm. Bugün bizim qonaqlarımız da var. Görsə, onlar da feyzi oldular sənin gözəl ifanla. Elə mən də səni hər zaman sevirəm. Hətta deyirəm ki, ad günümdə də İlqar mütləq gələcək. Onu da qeyd edeyim ki, Şəfa xanım, üzr istəyirəm, bizim böyük bir orkestrımız var. 35 nəfərdən ibarət İlqar Soy orkestri. Və bilirsiniz ki, el şənliklərinin ən sevilən orkestrlarından biridir və təbii ki, biz fərqli dillərdə ifalar səsləndiririk. 5 və 6 dildə, fərqli dillərdə. Və onu da qeyd edeyim ki, son zamanlar mənim bəzi proyektlərimi oğurlayan insanlar çox da görürəm. Ona görə çoxunu paylaşa bilmirəm. Və onu da qeyd edeyim ki, mənə o zəng açan, hansı ki, öz şənliklərində məni görmək istəyən insanlara da mən onu qeyd edirəm. Deyirəm ki, biz ifa elədiyimiz o janrlar və eyni zamanda o hansı ki, fərqli dillərdə oxuduğumuz mahnıları biz savadlı şəkildə insanlara çatdırırıq və ən müasir və kültürlü formada və düzgün aksentlə, düzgün oxunuş tərzi ilə. Bugünkü gün, məsəl üçün, elə insanlar mən tanıyıram ki, heç o dili bilmirlər, ümumiyyətlə dil bilmirlər, nəyəsə o dili, ümumiyyətlə dil bilmirlər, amma fərqli dillərdə oxuyurlar, şoka düşürəm. O qədər yəni səhvlər eləyirlər. İstər, bilirsiniz, ən azı bir 2-3 dil bilən insan, yəni digər dilləri də artıq onun danışıq aksenti yatır. Bəli, mənimsəyə bilir. Bəli. Ümumiyyətlə, İlqar, sən bir məqamda vurğulayım ki, İlqar özlərində mütəmadi çalışır, özlərində inkişaf edir. Məsələn, İlqarı mən 10 il bundan qabaq gördüm İlqar, 5 il bundan qabaq öncəki İlqar və dünənki İlqar və hətta bugünkü İlqar tam fərqlidir. Elə bu məqamdan da söz verdiyim kimi verilişin əvvəlində dedim ki, bizim mütəxəssislərimizin də gözəl nəticələrini bugün efirdə paylaşacağam.
danışmayacağam. Çünki mənə zənglər gəlir ki, Şafaq xanım doğrudan da mı dişlərimizi bizim doktor, Mamiyə doktor edib, İlahi xanım o günlər bir qonaqlıqdaydım, sual verirlər ki, İlahi xanım doğrudan da mı bu nəticələri alır? Bəli, elə bizim efirdə hər zaman mükəmməl işlərinin peşəkarları olur. Amma təbii ki, mən də sizinləyəmsə, öz məsləhətlərimi də yeni ildə sizlə paylaşmağa qərar verdim. İndi isə keçirəm mətbəx sistemimizə. İndi isə istəyirəm sizinlə smuzimi hazırlayayım. Baxın, əziz xanımlar, əziz bəylər. Amma mən bir mütəxəssis kimi onu da vurğulamaq istəyirəm ki, birinci növbədə bizim limfatik sistemimiz düzgün çalışmalıdır. Bunun üçün də nə? Limf sisteminin ürəyi yoxdur. Məsələn, bizim qan dövranımızın ürəyi var. Buna deyirlər nasos. Yəni, bunu işlədir. Amma bizim limfatik sistemimiz aşağıdan yuxarı getdiyinə görə onu işlədən bir sistem yoxdur. Bunun üçün də birinci növbədə bizim tənəffüsümüz düzgün olmalıdır. Amma bəzi vaxtlar da mənim özümdə də elə olub ki, o qədər gərgin bir qrafikdə yaşamışam ki, nəfəs almışam, amma o dərindən nəfəs almayı bir anda unuduram. Əziz məni hal-hazırda izləyən tamaşaçılar, özünüzə bir anlıq sual verin. Sizdə elə bir hal olub ki, o qədər ora-bura qaçırsınız, evdə, uşaqdır, ailədir, işdir, bir anda unudursunuz ki, dərindən nəfəs almağı unudursunuz. Dərindən nəfəs almaq nə deməkdir? Heç olmazsa 4 sayla nəfəsi alırıq, 2 sayla saxlayırıq, 6 sayla buraxmalıyıq. İndi təbii ki, buna bağlı növbəti efirimizdə düşünürəm ki, bizim pilates məşqçimiz Gülnar xanımı dəvət edəcəm, o daha ətraflı izah edəcək. Amma bu çox önəmli məqamdır. İndi isə istəyirəm keçək mənə aid hissəyə. Nəyə görə limfatik sistem düzgün çalışmalıdır? Çünki bizim limfamız, bizim detoksumuzdur. Limfamız, nə üçün bunu edirik? Biz bir növ bədənimizi detoks edirik. Tənəffüsümüz düzgün olmasa, heç bir detoks burada kömək etməyəcək. Və insanlarda belə bir düşüncə var ki, mən tez bir zamanda kilolardan azad olum. Hal-hazırda da təbii ki, çox dəbdədir. Dərmanlar, çaylar, kofelər, arıqladıcı söhbət gedir, iynələr və mən hər zaman deyirəm ki, insanın həyat tərzi çox önəmlidir. İnsan birinci növbədə həyat tərzini dəyişməlidir. Ondan sonra hərəkətli çox önəmlidir və təbii ki, tənəffüs və yuxu. Yuxu nəyə görə çox önəmlidir? Çünki yuxu zamanı bizdə axşam melatonin kimi hormon sintez olunur. Amma mən deyərdim, melatonin nəinki bizim cavanlıq və belə deyək də, yuxumuzun bərpa edən hormondur. Melatonin bizim iltihab əleyhinə olan bir hormonumuzdur. Onu da biz ona diqqət etməliyik. Baxın, burada dediyim kimi bir neçə ədəd cəfəri, 4də 1 alma və mən portaqal götürdüm. Siz greypfrut da götürə bilərsiniz. İndi isə bura qatacaq portaqal. Portaqal niyə istifadə edilir? Çünki qış vaxtı əsasən nə? Vitamin C-yə çox ehtiyac var. Hal-hazırda da bilirsiniz ki, iltihablar çoxdur, viruslar çoxdur. Eyni zamanda xiyarda olan kletçatka dediyimiz liflər mədə bağırsağı bərpa edir. Cəfəridə olan kalik. Əsasən limfatik sistemi yaxşı istifadə etmək üçün, limfatik sistem yaxşı çalışması üçün kali lazımdır. Əsasən də kali nəyin içində var? Məhz cəfərinin və təbii ki, burada yaşıl almadır. Çox sadə bir smuzi, bir daha vurğuluyuram. Kimdə ki, bayramdan sonra ümumiyyətlə ödeminiz var. Ödem nədir? Səhər durdunuz, bax, əlinizi belə üzərinə basırsınız və əgər 2-3 saniyə ərzində batıq bərpa olunursa, deməli ödem var. Və əsasən limfatik sistemin durğunluğu ayaqdan başlayır. Məsələn, əgər sizin səhər durursunuz və ayaqlarınızda şişkinlik varsa, ödemlər varsa, gözünüzün altında şişkinlik varsa, ümumiyyətlə üzvünüz şişkinsə, siz hansı bir prosedur etsəniz, hansı bir kosmetoloqa getsəniz, hansı bir arıqladıcı cihaza müraciət etsəniz, o effekt verməyəcək. Birinci növbədə hər şey daxildən başlayır və mən bir mütəxəssis kimi artıq özünüz bilirsiniz ki, 25 ildən çoxdur klinisist həkim kimi çalışıram və 15 ildən çoxdur dietolog kimi çalışıram. Mən bunu vurğulayaraq və altında belə imza ataraq deyirəm ki, hər şey nədən başlayır? İnsanın içindən başlayır. Onu da vurğulayım ki, mənim əzizlərim, hal-hazırda məni izləyən bütün tamaşaçılarıma deyirəm, gözəl formada qalmaq istəyirsiniz, amma doya-doya və istəyirsiniz, deyirsiniz, belə deyək, şirniyyata yox deyə bilmirsiniz. Gözəl dadlı yeməklər istəyirsinizsə, o zaman birinci elə yeganə ünvan Şəfalı Ət Coffee and Healthy Food'dur. Və hal-hazırda Şəfalı Ət Coffee and Healthy Food'da möhtəşəm səhər yeməkləri, ailəvizdən, əzizlərimizdən
ailəmizlə gözəl bir qalyan altı etmək istəyirsinizsə, səhər yeməyində gözəl oturub, gözəl söhbət etmək istəyirsiniz və yeyirsiniz və özünüzü rahat hiss etmək istəyirsinizsə, o zaman bizim gözəl səhər yeməklərimizdən siz də yararlana bilərsiniz. Bəli, çatdırılma da var, belə də ailəlikcə də oturma. Hətta bizim Şəfalı Həyat Coffee and Healthy Foodda korporativlər var, partilər var, karaokimiz var. Bu smuzini gündə bir dəfə, axşam da içə bilərsiniz, səhər də içə bilərsiniz. Bu şəkildə görürsünüz, heç bura böyük blender da lazım deyil. Əl blenderından etdiniz, ətri, vitaminlə zəngin, özünüzü gözəl hiss edirsiniz, doyumlu və eyni zamanda dediyimiz kimi bədənimizdə olan bütün ödəmləri aparır. Odur ki, nuş olsun 2026-cı ilə xoş gəlmişik və kim ki yeni ildə yeyib və indi deyir ki, mən necə o kilolardan azad olum, o zaman siz də qaçırmayın, mənim şəfalı smuzimlə siz də yararlanın. Mənim Instagram səhifəmə həddən artıq son vaxtda suallar gəlir, suallar da dayanmır və o suallardan ən çox sual verilən bir sualı, bugün aktual olan sualı, mütəmadi o suallarla mənə müraciət edirsiniz. İstəyirəm ki, elə yeni ildən etibarən bizim yeni rubrikamız olsun. Haradakı sizin suallarınızı mən sizin həkimi diyetoloq Şafa Yadigarımı bizim Şəfalı verilişimizdə işıqlandıracağam. Elə bugünkü sualınızı da bugün elə studiyada səsləndirəcəyik və onu sizinlə məlumatlandıracağam ki, o sualın cavabı nədir? İndi isə qısa reklamlara keçirik və reklamlardan sonra yenə də Şəfalı Həyatda görüşəcəyik. Sağlam qidalanma hardadır? Təbii ki, Şəfalı Həyat Coffee and Healthy Foodda. Hər ay burada gözəl xanımlarla bərabər həm seminarlar keçiririk, həm maarifləndirici məlumatlar veririk və təbii ki, sağlam qidalanırıq. Sizi də dəvət edirəm, bizim məkanımıza gələsiniz. Həkim stomatoloq Məmməd Əsədov Adental klinikasında çalışır. Məmməd Əsədov implantoloq kimi də fəaliyyət göstərir. 15 illik iş təcrübəsi olan həkim sirkon və metal keramik dişlər, vinirlər, estetik plombalar, implantasiya protezlər, biogel protezlər, implant üstü protezlər, diş kanallarının müalicəsi kimi xidmətləri yüksək peşəkarlıq və uğurla icra edir. Ünvan Məmməd Cəfər Cəfərov 10. Telefon nömrəsi 050 682 78 82. Rabitəli Nitq Reabilitasiya Mərkəzinin mini bağçası. Xüsusi qayğıya ehtiyacı olan uşaqların fərdi ehtiyaclarını nəzərə alaraq hazırlanmış, müasir, təhlükəsiz və emosional inkişafları üçün nəzərdə tutulan təhsil sistemidir. Bağçamızın əsas məqsədi isə övladlarımızın sosial, fiziki, emosional və intellektual səviyyələrini, bacarıqlarını üzə çıxarmaqdır. Onu da qeyd edim ki, burada mini bağçamızda hər bir uşaq üçün fərdi, özəl proqram hazırlanır. İnklüziv məktəbə hazırlıq qruplarının əsas məqsədi uşaqları məktəb mühitinə emosional və akademik baxımdan tam hazır etməkdir. Həmçinin kollektiv fəaliyyətdə birgə iştirak kimi sosial bacarıqları formalaşdırmaqdır. Şəfalı Həyat Coffee and Healthy Foodun baş sponsorluğu, həkim stomatoloq Məmməd Əsədovun xüsusi sponsorluğu, Rabitəli Nitq Reabilitasiya Mərkəzinin sponsorluğu ilə davam edir.
açıq ayaq yalın gəzərdik bağları. Səni gördüm dostum, yad etdim yenə. Bir şirin yuxu kimi ötən o çağları. Ah niyə, nə üçün mən beləyəm bəs bugün? Ah niyə sənin mən tuta bilmirəm əllərindən. Nə qəşəngsən, nə gözəlsən bu axşam sən əziz dost. Nə gözəlsən, nə qəşəngsən bu axşam sən əziz dost. Ah bu gözəlliyi bəs mən o zaman nə üçün hiss etmədim? Söylə bugünkü tək. Bugün nə olsa da əzizim inan, öz sözün deyər sənə daha sevən ürək. Ah niyə, nə üçün mən beləyəm bəs bugün? Ah niyə sənin mən tuta bilmirəm əllərindən. Nə qəşəngsən, nə gözəlsən bu axşam sən əziz dost. Nə gözəlsən, nə qəşəngsən bu axşam sən əziz dost. Ah niyə, nə üçün mən beləyəm bəs bugün? Ah niyə sənin mən tuta bilmirəm əllərindən. Nə qəşəngsən, nə gözəlsən bu axşam sən əziz dost. Nə gözəlsən, nə qəşəngsən bu axşam sən əziz dost. Əziz dost, əziz dost. Əla. İlqar doğrudan da bir anlıq məni uşaqlığıma qaytardı və düşünürəm ki, hal-hazırda studiyamızda olan qonaqlarımız da, ümumiyyətlə, bütün komandamız bir anlıq elə bir o təəssürata getdi, nostalji yaşadıq. Amma biri var kədərli nostalji, biri var da insanın o gözəl xatirələr. Hər insanın uşaqlığında gözəl xatirələri var və mən bir anlıq o xatirələrimə qayıtdım. Özümü bir balaca, bir qız hiss etdim. Necə ki, atam əlimdən tutub yanam. Doğrudan çox gözəl bir hisslərdir. Sənə
təşəkkür edirəm. Çox sağ olun Şəfa xanım, çox sağ olun. Nə xoş mənə ki, bu təəssüratı yarada bildim. Bizim qonaqlarımıza da sual verim və istəyərdim belə gəlin belə bu məqamdan. Yəqin ki, o deyir, bir insana gözəllik vermək də bu da bir yaradıcılıqdır. Şərt onda deyil ki, İlqar gözəl ifalarından, kimsə o dediyimiz kimi pianoda ifa edir, amma sizin də özünüzün də bir yaradıcılığınız var. Çünki bir insanı dəyişmək, yəni hətta bu yaxınlardan sizin bir foto da mənə göndərdiniz, nəticənizi mükəmməl nəticə idi. Səhv eləmirəmsə bəy idi, ümumiyyətlə ağzında yuxarı çənəsində tamamilə dişləri yox idi və onu o qədər belə peşəkar, o qədər gözəl etmişsiniz. Həm təbəssümü gözəl idi, həm də düşündüm ki, o insan cavanlaşmışdı, bir 15-20 yaş. Doğrudan da diş düzgün olanda, diş gözəl olanda insan cavanlaşır. Çünki onu düzgün damağa otuzdurmaq var idi. Bu doğrudan da əsl zərgər işi idi. Mən bu haqda danışmaq istəyirəm. Elə həmən o sent üzərindən deyim ki, tam dişsiz çənədə all-on-4 sistemi. Bu nə deməkdir? Yəni 4 implant, titan implant üzərində bütün dişləri yığırıq. Yəni bütün dişlər gülüş xətti. Ağza tam diş olmayanda. Tam diş olmadıqda 4 implant yuxarı çənəyə yerləşdirilir, 4 implant aşağı çənəyə yerləşdirərək. Bu mümkündür, doktor. Bəli. Bu Mənim dişlərim var idi də, bu başqa məsələ. Bəli, sizdə var idi, amma yox, mən də 4 dənə implant mənə qoydunuz, ya 4 ya 3. Bəli. Mən onu da qeyd eləmək istəyirəm ki, bəzi pasientlər var ki, məsəl üçün protezi ümumiyyətlə saxlaya bilmir. Qusma refleksi güclü olduğu üçün protez taxa bilmirlər. Bu insanlar məhrum olmalı deyil, axı dişsizlik qalmalı deyil. Onun üçün də belə all-on-4 sistemi həm belə deyək də ekonomik cəhətdən implant sayı azdır. Düzdür, nə qədər çox implant qoysaq, məsəl üçün 6-8 implant qoysaq, dayağımız çox olsa, dişlərimiz də daha möhkəm olur. Amma belə deyək, all-on-4 sistemi odur ki, yəni hər çənəyə 4 implant yerləşdirərək və üzərində istənilən konstruksiya, biz protez deyirik. Protez dediyimizdə həm bu metal keramik ola bilər, bu sirkon dişlər ola bilər, həm də protez özü ola bilər. Çıxan və çıxmayan protezlərin hazırlanması. Hətta onu da vurğulamaq istəyirəm ki, Məmməd Əsədov doktorumuz, bir daha vurğulamaq istəyirəm, həkim, stomatoloq, implantoloq ki, siz də əgər gözəl təbəssüm istəyirsinizsə, əgər o dediyi kimi tam ağızda diş olmadan cəmi 4 dənə implantla əgər bu insanı bərpa edirsə, doğrudan da bu mükəmməldir və o yenilikləri, məsələn, bütün dünyada olan yenilikləri elə Azərbaycana gətirən birincilərdən biri də Məmməd Əsədovdur. Çox sağ olun Şəfa xanım, qeyd elədiniz. Və onu da demək istəyirəm ki, üzərində düzələn dişlər, yəni sual ondan ibarət idi ki, elə tam dişsiz çənədə gözəl gülüşü necə əldə eləmək olar? Ən minimum yolu ilə, bu all-on-4 sistemi ilə, yəni 4 implant aşağı çənəyə, 4 implant yuxarı yerləşdirməklə bütün gülüş xəttini düzəltmək olar. Onu da vurğulum ki, bugün elə studiyada bu haqda danışırdıq və Məmməd doktorun nəticələrini izləyərkən bizim operatorumuz Rəhim də həvəsə düşdü və neçə ildir arzu edir ki, dişləri gəldi studiyaya və Məmməd doktora müraciət etdi ki, çənəsində ağız... Ayaqüstü, bəli, ayaqüstü bir baxış keçirdik. Ağız boşluğunda tamamilə dişlər yox idi, düzdürmü? Və biz artıq qərara gəldik ki, 2026-cı ildə bizim operator Rəhimimizi də gözəl dişlərə sahib edəcək və onu da vurğulamaq istəyirəm ki, mənim əzizlərim, gözəl dişlər təkcə gözəl gülüş və özünüzə güvən deyil. Gözəl dişlər insanlara eyni zamanda sağlamlıq verir. Çünki həzm eləmə hardan başlayır? Birinci növbədə həzm eləmə ağızdan başlayır. Onu demək istəyirəm ki, siz məsəl üçün öz reseptlərinizlə sağlamlığı bəxş edirsiniz pasientlərimizə. Amma bu diş çeynəmə sistemi yerində olmayanda, bu həmən o dietada düzgün getmir, bütün mədə-bağırsaq sistemi düzgün işləmir. Ona görə siz öz reseptlərinizi, necə deyirlər, dietanızı təyin edirsiniz və düzgün dişlər olmalıdır ki, həmən o dietada düzgün necə deyirlər, yerinə yetirilsin. Gəlmişkən, dietada olan insanlar bir müddətdən sonra kilo verirlər və özlərini üzlərinə baxırlar ki, nəsə çatmır, sən demə dişləri gözəl çatmır. Elə istəyirəm Rəhimi də studiyamıza dəvət edim. Bizim operatorumuz Rəhim artıq bugündən qərara gəldi. 2026-cı ildə hal-hazırda biz artıq Rəhimi də istəyirəm bir kameralar göstərsin. Rəhim, icazə verir də dişləri göstərək. Doktorum, olarmı ki, siz gələrsiniz?
yaxınlaşasınız. Təbii ki, təbii Siz ki. yaxınlaşın, çünki siz bu Bəli. işin bura keçin, sən mütəxəssissiniz. Bəli. Və istəyirəm ki, izah edəsiz ki, Rəhimin, mən inanmırdım, Rəhim elə danışırdı, mən hiss eləmirdim ki, onun dişləri yoxdur. Bundan öncə dedi ki, mənim dişlərim yoxdur, mən də istəyirəm. Danışmağa utanır, çünki dişlərinin çox hissəsi yoxdur. İnşallah ki, axır nəticələri sizinlə paylaşacağıq. Məmməd doktor söz verdi ki, Rəhimin dişlərini düzəldəcək və ondan sonra biz onu efirdə əvvəlki və sonraki nəticələrini paylaşacağıq. İnşallah. Təşəkkür edirəm. Sizə də olun. uğurlar. İnşallah görüşərik. Məmməd doktor, sizə də uğurlar. İstəyirəm növbəti qonağımıza da söz verim. Çünki bundan öncə də vurğuladım ki, İlahi xanımda mükəmməl nəticələri var. Hətta bundan öncəki efirlərimizdə paylaşmışdıq ki, 19 il bir qızımızı o artıq danışdırdı. İlahi xanım, birinci o qızın anasına sözü nə oldu? Şafa xanım, deməli ilk dəfə bizim mərkəzdə başladı danışmağa. Bu qız böyüdü deyənə ana ilə seanslara gəlmirdi. Axşam anası mənə zəng gəldi ki, bəs İlahi xanım, biz inanaraq, güvənərək sizə yanınızı göndərmişdik övladımızı. Gəlib evdə içəri girəndə ilk dəfə ana mən danışdım. Ay, nə Yəni, o gözəl. sözü deyərək, həqiqətən də, gözəl nəticə. yəni anası mənə ağlaya-ağlaya zəng gəldi ki, İlahi xanım, inanırdıq, amma möcüzə idi, həqiqətən bu bir möcüzə idi. Gəldi, içəri girdi, ana mən danışdım. Yəni, kiçik bir cümləni deyərək artıq deyir, bizim ümidimiz... Baxın, inansınız ki, Türklərim də biz oldu. O qədər mənə təəssürat bağışladı. Doğrudan da, İlahi xanım, bax, siz, o ana sizə o sözü deyəndə siz nə yaşadınız? Mən təbii bir ki- mütəxəssis kimi, bir uğurlu bir insan kimi, ya bu doğrudan sizin böyük bir uğurunuzdur. Mən hər nəticələrdə, Şafa xanım, mən bir söz deyim. İndi burada işıqlandırdığımız mənim bir nəticəmdir. Mən 16 ildə minlərlə birə nəticələrim olubdur. Hər zaman, hər gələn valideynlə birlikdə vəziyyətə mənə ümid açıb gələn valideynlə birlikdə ağlamışam. Sonda birlikdə də sevincdən göz yaşı tökmüşük biz. Sevinç göz yaşlarından ayrılmışıq ki, həqiqətən də danışmayan danışıbdır və yaxud da fikrini kəkələyənlər kəkələməsinə son qoyublar. Digər problemləri olan, psixoloji problemi olan psixoloji problemi aradan qaldırıblar. Yəni, hər dəfə biz onlarla birlikdə bu yola addım atanda, mən də onlarla bərabər ilk dəfə hər pasiyentlə həyəcanlanıram ki, necə olacaq? Düzdür, əminəm, öz metodikama, öz işimə yendim, əminəm, amma hər biri mənim üçün bir başqa həyəcandır ki, o valideynlərin sevincinə səbəb olmaq üçün, o balanın Bu doğrudan da mən istəyirəm bir daha vurğulayım. Vurğulamaq istəyirəm ki, İlahi xanım, gözəl nəticələri sözün əsl mənasında peşəkarlıq budur. Peşəkarlıq odur ki, bir ailəni xoşbəxt etmək, bir evlada o xoşbəxtliyi nəsib etmək, istəyər nitki ilə bağlı, istəyir kəkələməklə bağlı. Bu yaxınlarda mən özüm də İlahi xanımın mərkəzinə getdim. Çox gözəl mərkəzi var, çox gözəl komandası var idi və orada gördüm ki, insanların, mütəxəssislərin uşaqlara yanaşması. Amma bir məqam da vurğulayım ki, doğrudan da böyüklərlə işləmək daha asandır, nəinki uşaqlarla. Deyirəm, İlahi xanım, o mərkəzimizdən də istəyərəm görüntülər getsin, hansı ki biz gələ getdik, İlahi xanımın gözəl nəticələrini də orada gördük, eyni zamanda gözəl məkanında olduq, iş qrafikini gördük. Xoş gördük mənim əzizlərim. Bugün hara gəlmişik? Təbii ki, güvəndiyimiz məkan Rabitəli NİKT Reabilitasiya Mərkəzinə gəlmişik və mütəmadi bizim efirlərdə İlahi xanım Rzaxanova bizim qonağımız olub, loqoped defektolog, çox gözəl nəticələrini efirdə yayımladıq və qərara gəldik ki, gedək bir məkanını ayağını görək ki, bu gözəl nəticələri, inanılmaz nəticələri necə əldə edir, hansı üsulla? Elə bununla bağlı istəyirəm İlahi xanım Rzaxanova ilə müzakirə elə və məkanına sizinlə bərabər bir baxaq. Salam, xoş gəlmişsiniz Şafa xanım. Təşəkkür edirəm gəldiyimiz üçün. Bayaqdan sadaladığımız o gözəl nəticələri biz bu mərkəzdə reallaşdırırıq. Mən mərkəzin rəhbəriyəm, amma mənim arxamda böyük bir komanda var. O komanda ilə gəlin tanış olaq, bir-bir nəticələrimizdən tanış olaq ki, valideynlər də əyani şəkildə görsün ki, dərs prosesləri, korreksiya prosesi necə keçir. Bu bizim psixopedaqoq otağımızdır. Pərvanə müəllimə bizim rus bölməsi üzrə mütəxəssisimizdir. Mükəmməl mütəxəssisimiz, o gözəl, möhtəşəm nəticələri yaradan mütəxəssislərimizdən biri Pərvanə xanımdır. Keçən il Pərvanə müəllimənin, yəni bu il yola saldığımız ilə Pərvanə müəllimənin 3 autism spektr pozuntulu uşağı
məktəbə qəbul olubdur. Yəni imtahandan keçibdir Aferin. və məktəbə qəbul olub. İnklüziv sinifə, ümumi təhsil məktəbi inklüziv siniflərinə qəbul olubdur. Yəni Pərvanə müəllimənin onlarla belə nəticələri var. Valideynlər çox rahatlıqla övladını Pərvanə müəlliməyə əmanət edə bilərlər. Bu bizim psixoloji seansımızdır, psixoloqumuzdur. Balamız bizə müraciət edəndə birinci sinifə gedir. Müraciət edəndə maması deyir ki, məktəbdə müəllimələr uşağın diqqət dağınıqlığına, oxuma çətinliyindən əziyyət çəkdiyini dedilər. Amma biz uşağı mən müayinə edəndə baxdım ki, uşaqda daha çox diqqət pozuntusu daha çoxdur. Onun da fonunda oxumağında, dərs materialını qavramaqda bir problem var. Və uşağı müayinə elədik, xüsusi bir proqram yazıldı bu uşaq üçün mərkəzimizdə, mən tərəfimdən və artıq 2 aydır balamız bizim mərkəzə gəlir. Dərslərində irəliləyiş var, müəlliməsi, ətrafdakı dostları hamısı inkişafında irəliləyişi hiss edirlər. Mən və mənim peşəkar komandam Rabitəli Nitq Reabilitasiya Mərkəzində sizin yolunuzu gözləyirik. Bura gələn yüzlərlə nəticə almış uşaqlardan biri də, ailələrdən biri də siz olun. Gəlin, övladlarınızın sağlam gələcəyini bizim vasitəmizlə əldə edin. İlahi xanım, artıq görüntülərimiz getdi və istəyərəm kəkələmə ilə bağlı danışım. Çünki bizim də ailəmizdə evladlarımız olub, qohumlarımız olub və uşaqlıqda kəkələyib. Bu kəkələmənin səbəbi nədir? Onu necə aradan götürmək olar? Və əgər biz onu vaxtında müalicə etmiriksə, gələcəkdə bu uşaqlar cəmiyyətdə necə özlərini bir üzə verə bilmirlər, necə geridə qalırlar cəmiyyətdə? Yəni təsir edirmi onların inkişafına gələcəkdə? Kəkələmə ilk öncə onu deyim ki, artikulyasiya aparatı əzələlərinin qıcı olması nəticəsində yaranan bir problemdir. Bayaq sizin dediyiniz kimi bizim nəfəsimiz düzgün olmalıdır ki, bizim inkişafımız da düzgün olsun, sağlamlığımız da düzgün olsun. Məhz kəkələmə nitqin nəfəs aktının pozulması əlaqədar olan bir nitq qüsurudur. Yəni bir uşağın, bir insanın, yəni yaş fərqi yoxdur kəkələmədə, istənilən yaş dövründə yarana bilən bir nitq qüsurudur və bu zaman insan öz nitqini, nəfəsini düzgün tənzimləyə bilmədiyindən kəkələmə yaranır. Yəni kəkələmə istənilən bir yaş qrupunda olan insan əsasən uşaqlıq dövründə baş verir, qorxudan, həyəcandan, stressdən və yaxud da ki, nitqinin gec açılmağından. Yəni bir uşağın anlaması, qavraması hər bir şey yerindədir, amma özünü ifadə eləmək istəyir, ifadə eləyə bilmir. Nə ilə bağlıdır o ifadə edə bilməmək? Nitq mərkəzi, nitqində ləngimələr var və nitq mərkəzi aktivləşməyibdir. Lazım olan yaş dövründə uşaq anlama, qavrama və özünü ifadə eləyə bilmir, nitqini aça bilmir və müəyyən bir vaxtdan sonra açanda spontan olaraq bu uşaq kəkələyərək danışır. İlahi xanım, bir sual da verim. Bəs o uşaqlar, deyirsiniz ki, onlarda artıq doğularkən bu yanarır. Bu nəyə ilə bağlı? Bax, anadır. Bilmir ki, bu ola bilər. O nəyə ilk gündən diqqət etməlidir ki, mənim uşağımda ehtimal ola bilər ki, kəkələmə ola bilər. Gecikməsin, yəni gecikmiş etapa düşməsin. Kəkələmədir. İlk növbədə belə deyək də, istənilən bir problem uşaq ana bətninə düşdüyü dövrdən başlayır. Yəni, əgər ana özü həyəcanlı, stresli, emosional bir anadırsa, hər bir şeyə belə deyək də, psixi olaraq tam sağlam deyilsə, gələcəkdə onun övladının kəkələmə problemi ola bilər. Çünki nə üçün? Uşaq ana bətnində ananın hisslərindən, həyəcanlarından, yəni hər bir şey anadan götürülür. Döl ana ilə belə qidalanır, düzdürmü? Ona görə də artıq əgər ana emosional olaraq həssasdırsa, hər bir şeyə aşırı reaksiya verəndirsə, gələcəkdə onun övladının da kəkələmə olma problemi daha çoxdur. Kəkələmə yəni nədir? Lord ilə belə izah eləsək, bizim hər birimizin beynində oyama və tormozlama prosesi var. Yəni bunlar 50-50-yə bir-birini tənzimləyir beyində. Biz lazım olanda emosiyalarımızı parlaq olaraq ifadə edirik, lazım olanda onları belə deyək də sakitləşdirir və daha sakit reaksiya veririk. Amma kəkələyən insanlarda oyanma prosesi daha çoxdur. Yəni bunlar daha aktivdirlər, daha oyanıqdırlar və beyində bu sinir sistemi bunu toparlaya bilmir. Və bizim təbii ki, bəzilərimizdə tik formasında özünü bir üzə verir. Yəni çiynimizi atırıq, ya müəyyən başqa bir tiklər olur, nevroloji olaraq. Bəzilərində isə gəlir bu artıq nitqində tutulmalarla özünü bir üzə verir. Və bu tutulmada da ən çox nədir? Bizim diafraqmamızda. Nəfəsimizi tənzimləyə bilmir və uşaq başlayır kəkələməyə, sıxılır, boğularaq özünü partlama şəklində ifadə edir.
vaxtında qarşısı alınması nə olacaq? Tam müalicə oluna bilər bu kəkələmə? Bəli, tamla müalicə Nə olunur. qədər vaxt lazımdır buna? Bizim Sizin mərkəz- mərkəzinizdə, Aha, sizin özünüzün müəllif olaraq özünüzün metodikanız var. Bəli. Bax, sizin metodikanızla kəkələmə ilə sizə müraciət edən uşağı nə qədər müddətə ən tezi və ən gecib bərpa etmək olar? Aha, sırf öz praktikamdan danışacağım. Kəkələmək üçün mənim mərkəzimdə sırf özümün 16 illik praktikam əsaslanan Maşallah. bir xüsusi bir proqram Özü də var. çox cavan xanımdır. Çox sağ olun. Multidisiplinar bir proqramdır bu. Yəni biz burada kəkələməyə kompleks yanaşırıq. Yəni mən özüm loqoped olsam da, yəni tək loqopedik yanaşmayacağam. Çünki kəkələmə psixoloji və nevroloji, loqonevroz bunun başqadır. Psixoloji və nevroloji olduğundan biz uşağı kompleks şəkildə müayinə edirik. Əgər loqopedlə yanaşı uşağın ehtiyacı varsa psixoloqa, uşağı psixoloqa yönləndiririk. Medikamentoz müalicəyə ehtiyacı varsa nevroloqa yönləndiririk və xüsusi müasir metodlar var ki, burada aparat terapiyasıdır, xüsusi nəfəs texnikalarıdır, psixoloji gimnastikalardır ki, bunlarla kompleks şəkildə biz yanaşanda hal-hazırda biz belə deyək də gələn müraciət edən pasientlərə ən gecə 2 ay ərzində biz nəticə söz veririk. Hətta 2 aya kəkələməni aradan götürmək Bəli, tam olar. aradan qaldırmaq olar. Biz görürük ki, kəkələyən insanlar, yenə burada yaş məhdudiyyəti yoxdur. Uşaqda da ola bilər, yeniyetmədə də ola bilər, gənc yaşda da ola bilər, qoca yaşında da ola bilər. Hər yaşda ola bilər. Hər bir yaşda. Siz hər bir yaşda rast gəlinir. çalışırsınız. Bəli, yaş məhdudiyyəti yoxdur və kəkələmə məhz elə bir nitq üsuludur ki, istənilən yaşda özünü biruzə verir və biz onu aradan qaldırırıq. Əgər vaxtında aradan qaldırılmırsa, yəni bu insanın öz güvəni. Biz nədir nitqimizlə? Bir deyim var ya, insanı geyimlə qəbul edirlər, nitqi ilə yola salırlar. Bəli. Yəni bir insan özünü ifadə edə bilməyəcəksə, fikirlərini ifadə edə bilməyəcəksə, cəmiyyətdə təbii ki, onun belə deyək də Qapanıqlıq olur, olacaq, depressiya özgüvənsiz düşürlər, olur. bəli. Yəni bu da onun həm akademik göstəricilərinə, həm psixoloji, həm çevrəsinin azalmağına təsir göstərir. Ona görə də mütləq şəkildə, əgər valideynlər, hələ mən əsas vurğulayım körpə yaşında, əziz valideynlər, övladlarınızla nitqində cüzi də olsa bir problem varsa, kəkələməyə təzə başlayıb deməyin ki, çünki kəkələmə çox vaxt genetik olur. Hə, Ola deyir, bilər ki, atasında var idi, dayısında var idi. kəkələmişdi və yaxud da nənəsi kəkələmişdi, bu babası kəkələmişdi. Bu əvvəl idi. Hal-hazırda biz bunu tam şəkildə aradan qaldırırıq və övladınız gələcəkdə tam şəkildə özünü ifadə eləyir, fikrini ifadə eləyir, normal danışığa sahib olur, daha tez müraciət eləyir, daha erkən müraciət olunarsa, uşağın yaşı və yaxud da kəkələyənin yaşı nə qədər az olarsa, biz nəticəni daha tez əldə edirik. Yəni 2 ay maksimumdur belə deyək də. Daha tez əldə edə bilərik. Çünki yanaşmamız multidisiplinar yanaşmadır, xüsusi metodikadır. Yəni bu bir neçə metodikanın qarşılığıdır. Yəni ona görə də nəticəmiz daha tez əldə edirik. Sizə uğurlar İlay xanım. Düşünürəm ki, hal-hazırda bizi baxan, bizi izləyən tamaşaçılar elə birbaşa elə İlay xanıma müraciət edəcək və bir neçə aydan sonra elə bizə ya da mənə yazacaqlar, mənim Instagram səhifəmə yazacaqlar ki, biz belə bir mükəmməl nəticəni əldə etdik. İndi isə istəyirəm İlqar, biz bundan öncə də danışdıq. Çünki mənim Instagram səhifəmə həddən artıq çox suallar gəlir və artıq biz bugündən etibarən 2026-cı ildən o sualları mütəmadi sizinlə paylaşacağıq. Mən sizin həkim diyetoloqunuz olaraq ən aktual və ən tez-tez mütəmadi verilən sualları biz Şəfalı Həyatda səsləndirəcəyik. İndi işə istəyirəm ki, elə o sualı İlqar versin. Çünki İlqar da maşallah özü çox gözəl formadadır və istəyirəm elə İlqar o sualı versin və biz onu səsləndirək. Deməli, bu tamaşaçıların verdiyi suallardır, hansı ki, Şafa xanımın Instagram hesabına gələn suallardır, amma onları mən səsləndirəcəm indi Şafa xanım üçün. Deməli, bir nəfər soruşur ki, Şafa xanım, düzgün qidalanma ilə arıqlama insan bədənində hansı dəyişikliklərə səbəb olur? Mən hər zaman demişəm və davam edirəm onu deməyə ki, ümumiyyətlə mənim pəhriz proqramlarım artıq görün neçə ildir, 25 ildən çox ki, klinik həkim kimi çalışıram və 15 ildir artıq diyetoloq kimi çalışıram və mən pəhrizlərə yox deyirəm. Mən yalnız nəyə hə deyirəm? Sağlam qidalanma. Sağlam qidalanma odur ki, hər insan individual olduğuna görə onun istəklərini, kaprizlərini, həyat tərzini, yaşını,
cinsini nəzərə alaraq proqramlar tərtib olunur. Və mənim əsas məqsədim burada sizi iynələrlə, arıqladıcı vasitələrlə və dərmanlarla arıqlatmaq deyil. Mənim əsas məqsədim odur ki, sizi özünüzə tanıtmaq. Əgər sizin kilo probleminiz varsa və hətta kilo probleminiz yoxdur, sadəcə bir gözəl bir formada olmaq istəyirsiniz, deyir, yaşın nə fərqi var? Əsas odur ki, istəyiniz olsun və məqsədiniz olsun və burada məqsədə doğru bərabər gedək. Burada da birinci növbədə qidanın düzgün, rasional olmasıdır. Burada zülalın kifayət qədər olmasıdır, karbohidratların, yağları, su, yəni mayyəni düzgün qəbul etməsi. Burada çay, kofe və s. nəzərdə tutmuruq. Burada nəzərdə tuturuq sırf suyu haçan və nə qədər qəbul etməlisiniz. Ən önəmli, bundan da öncə vurğuladım, tənəffüs. Gəlin, mən istəyirəm o tənəffüs texnikasını sizlə paylaşım. Cəmi gündə 2 dəfə, 5 dəqiqə buna vaxtımız gedəcək. Çox sadədir. Tənəffüs bu şəkildə olacaq. Baxın, diqqətiniz məndə olsun. İstəyirəm elə operatorımız da yaxından çəksin. Deməli, nəfəs aldıqda 4 dəfə biz nəfəsi alırıq. 4 saya. Baxın. 2 sayda saxlayırıq və 6 say ağzımızla verdikdə 6 sayda veririk. Bu şəkildə burada bizim döş qəfəsimiz yox, məhz diafraqmamız çalışır və diafraqmamız düzgün çalışanda bu zaman yalnız limfa drenaj gedir. Limfa drenaj nədir? Limfa drenaj bizim cavan qalmağımızdır. Limfa drenaj nədir? Bizim bədəndə olan toksinlərimizin xaric olmasıdır. Limfa drenaj nədir? Bizim bədənimizdə, əsasən ayaqlarımızda, qollarımızda və ümumiyyətlə yorğunluq halları varsa ödəmləri aradan götürməkdir. Limfa drenaj nədir? İmmun sistemimizi aradan götürməkdir və bəzi insanlar var, kimdə ki, insulin dirəncliyi var, yüksək təzyiq var, ödəmlər var, ayaqlarında ağrılar var, səhər durur, dura bilmir, elə bir ki, bütün bədəni deyir, elə bir qıc olub, əllərim, ayaqlarım, bax, elə o zaman, əgər sizdə də bu əlamətlərdən heç olmasa biri və ikisi varsa, deməli, sizdə limfastaz var, limfanın durğunluğu var, o zaman siz də bizə müraciət edə bilərsiniz və düzgün yolda və sağlıqlı, şəfalı yolla da siz o şəfanızı bizimlə əldə edə bilərsiniz və mən bir dietolog olaraq tək dietologiya yox, bizim ümumi çalışmamızda burada belə deyək, kompleks şəkildə çalışırıq. Burada həm psixoloji dəstək, həm bir insanı o yolda dəstək olaraq bir coachingdir və təbii ki, sağlam qidalanma, düzgün idman texnikası, tənəffüs texnikaları və hər kəs özəl olduğu üçün ona da özəl yanaşırıq. Odur ki, siz də 2026-cı ildə gözəl formada olmaq istəyirsinizsə, o zaman sizlə müraciət edin. Hər birinizə buradan təşəkkür edirəm. Yaxşı ki, varsınız. Hər bazar gün saat 2-də ARB kanalında Şəfalı Həyatı izləməkdə olun. Hardan bileydim, bizə yalnızlıq həsrət düşər. Axı, hardan bileydim, sevgiyə yanlış səhv gəlmişəm. Hardan bileydim, bu son şansımmış bilmədim. Başqası girməz qəlbimə, mən eşqi səndən bilmişəm. Hardan bileydim, bizə yalnızlıq həsrət düşər. Axı, hardan bileydim, sevgiyə yanlış səhv gəlmişəm. Hardan bileydim, bu son şansımmış bilmədim. Başqası girməz qəlbimə, mən eşqi səndən bilmişəm. Ürək həvəssiz axtarır səni, güneş değil bu eşq olub qaranlığım mənim. Qaçdı sevginin dadı, ayrılıqsa yoldadır. Gəl düşmən olmadan ayrılaq, söhbət ondadır. Sözlərim, duygularım, bütün hislərim sənin. Tanrıdan son dəfə geri istədim səni. Gedişin yadımdadır, göz yaşım xatırladır. Bu səfərli hər şey geri döndürmək qismət olmadı. Hardan bileydim, bizə yalnızlıq həsrət düşər. Axı, hardan bileydim, sevgiyə yanlış səhv gəlmişəm. Hardan bileydim, bu son şansımmış bilmədim. Başqası girməz qəlbimə, mən eşqi səndən bilmişəm. Hardan bileydim, hardan bileydim, hardan bileydim.
Düşmən olmadan ayrılaq söhbət ondadır. Sözlərim, duyğularım, bütün hisslərim sənin. Tanrıdan son dəfə geri istədim səni. Gedişin yadımdadır, göz yaşım xatırladır. Bu səfərli hər şey geri döndürmək qismət olmadı. Hardan biləydim bizə yalnızlıq həsrət düşər. Axı hardan biləydim sevgiyə yanlış səhv gəlmişəm. De hardan biləydim bu son şansımmış bilmədim. Başqası girməz qəlbimə, mən eşqi səndən bilmişəm. Hardan biləydim, hardan biləydim, hardan biləydim. Başqası girməz qəlbimə, hardan biləydim. Şəfalı Həyat Coffee and Healthy Food'un baş sponsorluğu, həkim stomatoloq Məmməd Əsədovun xüsusi sponsorluğu, Rabitəli Nitq Reabilitasiya Mərkəzinin sponsorluğu ilə bitdi.